Hər kəsi yeni vloqumda salamlayıram və elə bu cür yüngül təmizliklə başlamaq istəyirəm. Bu həftə ümumiyyətlə ancaq yüngül təmizliyə vaxt ayıra bildim, çünki vaxtım çox az idi. Ona görə də hər dəfə cəmi 15 dəqiqə olmaqla gün ərzində bir neçə dəfə təmizliyə qaydırdım. Hər şey birdən yox, dediyim kimi gündə 15 dəqiqə edirdim. Və bəzən gün ərzində bir neçə dəfə nəsə edirdim, amma yenə də yorulmadan qısa müddətli. Və budur, elə hamam otağını təmizləyəndən başlamaq istəyirəm. Hamamı yüngül təmizləyirəm və əl-üzyan rakavinanı yuram və döşəməni silirəm. Demək olar ki, bu təmizliyi hər gün edirəm. Çünki bizdə hamamla ayaq yolu bir yerdədir. Ona görə də tez-tez təmizləməli oluram. Üstəlik bildiyiniz kimi 3 uşaqla və 2 pişiklə belə olan halda bunu hər gün etmədən sadəcə mümkün deyil. Bir də keçən həftənin sonu qızımla necə dincəldiyimiz barədə danışmaq istəyərdim. Şənbə bazar günü qızımla rəfiqlərimizlə Mərdəkandakı bağ evinə gecələməklə getmişdik. Orada hər şey çox super keçdi. Böyük bir hovuz və əla kampaniya var idi. 2 gün əməli başlı dincəldik. İlk dəfə idi ki, oğlanlarımı evdə tək qoyurdum. Düzdür, yeməklərini 2 günlük qabaqcadan hazırlayıb getmişdim. Qalan şeyin öhdəsindən isə özləri tək başına gəldilər. Qızlar, bilmirəm sizdə necədir, amma mən haradasa dincələndən sonra gərək evdə 1-2 gündə əlavə istirahət edim, sadəcə istirahətin özündən dincəlmək üçün. Yenidən gündəlik axara düşmək üçün, özümə gəlmək üçün, iş gücə, ailəyə və ev işləri üçün, ev işlərinə başlamaq üçün özümə gəlməyə 2 gün lazım olur dediyim kimi. Amma heyif ki, bu dəfə mənim o 2 günüm olmadı, çünki bazar günü qayıtdıq, bazar ertəsindən isə dərhal işə başladım. Ona görə də bu həftə gücüm çox az idi. Hər gün cəmi 15 dəqiqə vaxt ayırdım ki, həm ev yığışdırım, həm də yemək bişirim. Çünki bütün yarım fabrikatlarım qurtarmışdı. Onlar mənə cəmi 2 günə bəs etdi. Sonra isə artıq özüm bişirməli oldum. Amma bu həftə yenidən yarım fabrikatlar hazırlamağı planlaşdırıram və mütləq sizinlə də bölüşəcəm. Əgər sizə maraqlıdırsa, abunə olmağı unutmayın ki, bu videolarımı qaçırmayasınız. Par aparatını alandan sonra demək olar ki, hamamı heç bir vasitəsilə yumuram. Hərdən olur ki, domestosla yeri və tualeti yığışdıranda həm də yeri eləyirəm. Amma qalan vaxtı sadəcə olaraq belə təmiz şvabra ilə silirəm və əgər istəyirəmsə dezinfeksiya eləyim, bunu par aparatı ilə eləyirəm və ona görə də heç bir kafilim nə divar, nə yer saralmır, çox qəşəng qalır və məndə bu qane edir. Çünki həm vaxt az ayırıram, həm də artıq bu kimikatla nəfəs almıram. Hamam təmizliyindən sonra keçirəm akvariuma. Artıq bunun da suyunu dəyişmək lazımdır. Sonuncu dəfədən 5 gün keçib, mən isə demək olar hər 4-5 gündən bir suyu dəyişirəm. Dediyim kimi çalışıram ən vacib işləri öncə görüm. İşləri vaciblik dərəcəsinə görə sıralayıb birincilərdən başlayıram ki, hər şey vaxtında və sürətlə tamamlansın. Akvariuma isə bir neçə gün qabaqcadan saxladığım suyu əlavə edirəm ki, içindəki xlor uçsun. Çünki krandan gələn suyu birbaşa balıqlara tökmək olmaz. Bizim içdiyimiz o filtr su, onun da olmaz. O da yaramır. Çünki filtr suyunda balıqların yaşaması və özlərini yaxşı hiss etməsi üçün vacib olan suyun tərkibindəki o faydalı maddələr olmur. Və gün ərzində bir dəfə onları yedizdirirəm. Həmişə suyu dəyişən gün olanda suyu dəyişib sonra onlara verirəm ki, qoy onlar da özlərini yaxşı hiss edəsinlər və sakitləşsinlər. İndi isə artıq mətbəxə keçirəm. Burada da biraz vaxt ayırıb qaşıq qoyulan sirməyə əl gəzdirmək istəyirəm. Sirmənin içini təmizləyəcəm və qaşıq qabını yuyacam. Düzdür, bunu lap yaxınlarda etmişəm, amma bu sirmədə balaca da olsa kir olanda heç xoşuma gəlmir. Çünki qaşıq elə bir şeydir ki, hər an əlimizdədir, birbaşa ağzımızla təmasda olur. Ona görə də istəyirəm ki, burada hər tərəf tərtəmiz və tozsuz olsun. Əslində mətbəxdə bugünlük bununla bitirmək istəyirdim, amma birdən gözüm sataşdı ki, aşağıdakı sirmə tamamilə ləkə içindədir və başladım buranı da təmizləməyə. Həm ləkədir, həm də gördüyünüz kimi tozdur və hansısa ədviyyatlardan da bura tökülür. Ona görə də bunları da istədim yığışdırım, ürəyim dözmədi. Burada da mənim belə balaca bir qaşıq altlığım var, amma mən həmişə qalan hər şeyi bura yığıram. Sonra isə işə getdim və işdən gələndə bəzi şeylər aldım, belə bulkalar aldım və əvvəl bakuşlar var idi, yadınızdadsa, ona oxşar belə bir konfetlər aldım, üstündə kökə yazdım, amma bu tam o dadı vermədi. Çox təəssüf ki, hərdən olur ki, oxşar olur, amma bu ona oxşamadı. Bu Haribo marmeladkalar Emil xoşlayır, ən xoşladığı bir şeylər budur, marmeladkalar. İndi özü də sizə göstərmək istəyir ki, nə qədər sevinirsə bunları aldığı üçün. Sonra belə soğuran konfetlər aldım və çoxdan da belə bir rulet ya da keks deyimi almamışdım və aldım. Mən bu pop kekin xoşlayıram bu keksini və Haribo'da belə də aldım. Çünki dedim birdən Emil o biri uşaqlarla paylaşmasa
onlar üçün də olsun, amma çalışıram ki, paylaşmağı öyrədim, hamısı paylaşsın. Və belə bir jeleykalar aldım, marmelad kimi konfetlər çayla içməyə, adi şokolad, bunu birinci dəfə alıram sınamaq üçün və Xoşbeşin belə bir vafelkalarını aldım. Bu isə artıq növbəti gündür, yeni bir səhər və burada da dediyim kimi yavaş-yavaş az-az yığışdırmağa başlarım. İndi bütün qabları qabıyana yığmaq istəyirəm. Sonra isə hər zamanki kimi rakvenini parıldayana qədər domestosla yuyacağım. Mətbəxdə daha nə edə bilərəm bugün üçün düşünürdüm və soyuducunu təmizləmək qərarına gəldim. Çünki soyuducuda xoşagəlməz qoxunun gəlməsini və ya orada hansısa yemək qalıqları olması heç sevmirəm. Soyuducumda hər şeyin səliqə ilə düzülməsini, hər tərəfin tərtəmiz olmasını çox sevirəm. Bu həm mənə zövq verir, həm də beynimdə hər şeyin öz yerində oturduğunu hissi yaradır. Belə olanda bugün nahara, şam yeməyindən nə yediyimizi yaxşı başa düşürəm və tam rahat oluram. Ona görə də demək olar ki, hər gün soyuducuda mütləq göz gəzdirirəm. Yəqin digər vloqlarımda da görmüsünüz və eşitmişsiniz ki, mən haransa çirklənən kimi dərhal silməyi xoşlayıram, amma bəzən biraz daha əsaslı təmizlik etmək də lazım gəlir. Bax, bugün hələ günlərdən biridir. Dondurucu hissəyə isə hələ ki deymirəm, çünki ora təmizdir. Mən dondurucunu adətən yarım fabrikatlar hazırladığım günləri təmizləyirəm. Əvvəlcə oraları yığışdırıram, silirəm, sonra isə hazırladıqlarımı yerləşdirirəm. Soyuducu hissəni isə ayrıca təmizləməyə çalışıram və bugün elə həmin günlərdən biridir ki, soyuducunu əməlli başlı təmizləmək istəyirəm. Bu isə məndə alınan nəticəm. Düzdür, hər dəfə soyuducunu yığışdıranda deyirəm ki, gedib sırf soyuducu üçün olan konteynerlər alacağım ki, daha yaxşı olsun, amma hələ bu işə gedib çata bilməmişəm. Soyuducunu yığışdıranda gördüm ki, kənddən gətirən südümdən qalıb və o südü heç kim içmir. Mənim uşaqlarım daha çox mağazin südünü xoşlayırlar, çünki orada qaymaq yoxdur. Qaymaq ağızlarına gələndə nəsə heç xoşlamırlar. Əslində mən də balacılıqda heç süd xoşlamırdım, amma indi südü çox xoşlayıram və belə nəticəyə gəldim ki, bu süd xarab olmasın deyənə gəlin mən bundan yaxşı qatıq mayalayım və nahar yeməyinə nə bişirim deyərək fikirləşəndə bir də gördüm ki, hələ mənim zapaslarımdan biraz qalıb bu sendviçlərdən və onları da indi istəyirəm bişirim. Keçən vloqlarımdan birində bu polofabrikatları hazırlayanda xanımlardan biri xahiş eləmişdi ki, bunu necə bişirirəmsə göstərim. Belə adicə bişirirəm. Qoyuram sobaya, bişirmə kağızının üstünə sadəcə və 180 dərəcəyə qoyub bir ardıca 30 dəqiqə bişirirəm. Və bununla yemək üçün biraz da qreçka bulyonda qaynadıram. Elə belə qreçka çoxdandır qaynatmıram, mən hər şeyi bulyonda edirəm. Və bugün mətbəxdə etmək istədiyim ən son şey ehtiyat dəsmallarımı, sinilərimi və doğrama taxtalarım olduğu bu rəfləri səliqəyə salmaqdır. Bu isə yenə növbəti gündür qızlar, sizə qabı yandan təmiz qabları necə boşaltdığımı göstərirəm, çirkliləri yenidən yerləşdirirəm və eyni zamanda bugün nə bişirəcəyim barədə düşünürəm. Bugün bizim üçün çox ləzzətli bir şey hazırlamaq istəyirəm. Yadınızdadsa, axırıncı dəfə yarım fabrikatlar hazırlayanda 2 porsiya qat-qat xəmirdə etmişdim. Bax, indi o xəmirin bir porsiyasını çıxardıb elə bir şey hazırlayacağım ki, heç bilmirəm adını nə qoyum. Deməli, bu xəmirin içinə göyərti ilə kəsmik qoymaq istəyirəm. İçinə ürəyiniz istəyən, sevdiyiniz hər hansı bir göyərti vura bilərsiniz. Zövqə görə duz, istiot və bir ədəd yumurta əlavə edirik. Hamısını yaxşıca qarışdırıb xəmirin içinə qoyuram. Xəmiri üzərinə ürəyiniz necə istəyir, hansı formada rahatdırsa elə də bükə bilərsiniz. Mən pirajki formasında bükürəm və kənarlarını çəngəllə bərkitmək istəyirəm ki, açılmasın. Üzərinə isə yaxşıca çarxalanmış, qarışdırılmış yumurta, həm sarısı, həm ağını hər ikisini qarışdırıram və çəkirəm. Sonra isə mənə burada əmincə kömək edir. Üzərinə küncüt səpirik və 180 dərəcədə təxminən 20-30 dəqiqəlik sobaya göndərirəm. Qızlar, əslində bu xəmir hər şey üçün əladır. İçinə qiymə, kələm, göbələk və ya toyuq əti də qoyasınız. Çox dadlı olar. Amma bizdə kəsmiyi çox sevirlər. Ona görə həm də kəsmiyi xeyirli olduğundan bu dəfə kəsmiyini elədim. Əgər axşam hamısını yeməsələr, səhər tezdən səhər yeməyinə də bunu yemək olar. Amma elə dadlı alındı ki, hamısını dərhal yedilər, heç bir dənə də qalmadı. Bu xəmirdən şirin nəsə də hazırlamaq olar. Bəlkə qalan ikinci hissədən şirin bir şey bişirdim və mütləq sizin üçün də paylaşaram. Uşaqların kruasanı çox sevirlər, mənim uşaqlarım. Bəlkə içliyinə şokoladlı yağ qoydum. Ya da ki, hələ şokoladlı yağı da özüm düzəldərəm, hazırlayıram həmişə. Çoxdandır hazırlamamışam uşaqlar üçün. Bəlkə də hələ onu qoyaram içinə bir içlik kimi və bişirərəm. Bunun içinə nə istəyirsinizsə qoya bilərsiniz. İstəyirsiniz cem qoya bilərsiniz, şirin olsun deyəniz, quşyonlu qoymaq olar. Bu yenə də zövqlər müxtəlifdir. Kim hansı cür daha çox xoşlayırsa elə də eləyə bilər. Amma sizə deyim ki, qızlar, bu xəmir həqiqətən çox dadlıdır. Yarım fabrikatlar hazırladığım videonun altında bu xəmirin reseptini də qoymuşdum. Keçib oradan baxa bilərsiniz.
Burada isə dediyim kimi Emil ki mənə çox aktiv kömək eləyir. Qoymur ki mən hamısını özüm eləyim. Nə bişirsəm də deyir ki, mama mən sənə kömək eləyim. Ona görə də mən də icazə verirəm. Bu pirajkiləri hamısını bu listin üstünə gətirib Emil qoydu. İndi isə yenə də nəsə eləmək istədiyi üçün deyirəm ki, mən yumurtanı çəkim, sən isə küncütləri səpələn. Bəzən məndən soruşursunuz ki, biz ancaq quru yeməkləri yeyirik, yoxsa mən heç şorba, duru yeməklər bişirmirəm. Əlbəttə ki, bişirirəm. Bax, bugün hələ həmin günlərdən biridir. Təkcə piroqla, pirajkilərlə təbii ki, doymayacağıq. Həm də adamın canı sulu bir şey istəyir. Ona görə də paralel olaraq şorba da bişirəcəm. Həmçinin bunlar sobada bişənə qədər mən də yerləri təmizləyəcəm. Yəni, mənə ancaq tozsoranla keçmək və buxarlı təmizləyici ilə silmək qaldı. Qalan hər şeyi bugün üçün artıq bitirmişəm. Mən isə toz soğranla silənə qədər bunlar da bişdi. Baxın nə gözəl oldu. Mən isə axırıncı cheesecake-imi sabaslarımdan qoydum ki, o da bişsin. İndi baxaq görək bunların içi necə oldu. İndi mən götürəcəm və bunu böləcəm. Salfetka ilə götürəcəm çünki çox isti idi. Əllə tuta bilmirdim. Və baxın nə gözəl oldu. Bu da belə çox kövrək, qat-qat xəmirdir. Bu xəmirdən həm də Napoleon tortu bişirmək olur. Mənim bacımın qızı hər dəfə bundan Napoleon tortunu bişirir və çox dadlı olur. Beləliklə bunlar da artıq bişdi. Mən isə davam edirəm par aparatı ilə yerləri silməyə. Və bu arada mənim supum da bişir və cheesecake-im də hazır olacaq və hamımız bir yerdə oturub nahar yeməyini yeyəcəyik. Amma bundan qabaq hər şeyi silib bitirəndən sonra istəyirəm ki, süfrəni tezdən sərim, çünki yumuşdum. Və bura özüm düzəltdiyim bu gül qabını da qoydum, birində bura qoydum. Hələlik ki, bunlara belə yer tapdım, sonrasına isə baxarıq. Məncə pis alınmadı, hələlik belə saxlamaq olar. Bu güllər çox kaprizli deyil, hər yerdə gül açır, hər yerdə davamlıdırlar, ona görə dözümlüdürlər, ona görə də belə qoydum. Və sonunda istəyirəm göstərim, gəzməyə getməmiş nə almışdım. Gəzməyə getməmiş mən getmişdim Olivia'ya və oradan belə günə qarşı və zaqar üçün həm krem, həm də yağlar almışdım. Olivia'dan bunları aldım. 15 SPF bu zaqar üçündür. Bu 50 SPF qoruyucudur. Bunu da uşaqlar üçün aldım. Uşaqlar üçün deyəndə Emil üçün. Bu deməli 50 SPF-dir bu da. Bunu aldım qızlar. Bunu yəqin qaytaracağım. Səhv aldım. Çünki burada 0 SPF-dir. Mən orada fikir vermədim. Bundan istəmirəm 0 SPF olanda. Qaytara bilmədim qızlar. Akazıcı Olivia geri götürmür. Biz isə yığışdıq və gedirik. Əvvəlcədən demədim sizə, amma bu gəzintiyə həm mən, Albina bacım və bacımın qızı getdik. Belə bir gözəlliyə gəlib düşdük. Deməli bugün nahardan demək olar ki getdik 6-cı günü və bazar gün axşamacan burada olduq və çox keyf aldıq, çox gözəl istirahət edik. Çox sağ olsunlar ki, bizi dəvət elədilər və bizimlə bir gün keçirmək istədilər. Bu da qızlar baseyni görüb çox sevinirlər. Baxın nə gözəl baseyndir, nə gözəl palmalardır. Ümumiyyətlə ev çox gözəl idi. Həm ev gözəl idi, həm də ki çox gözəl xanımlar idi. Kampaniyamız çox super oldu. Çox gözəl istirahət elədik. Hamıya arzulayıram ki, bu yayı ürəyiniz istəyən kimi, ürəyinizdən keçən kimi istirahət edəsiniz və sonradan da mən dediyim kimi istirahətdən sonra da 2 gün istirahət olsun sizin üçün. Özünüzə gəlmək üçün sizi bilmirəm, amma mən zarafatsız deyirəm ki, istirahətdən sonra da yenə də istirahət istəyirəm ki, özümə gəlin. Əvvəlcədən bu istirahətdə fikirləşmişdik ki, nələr eləyəcəyik, nələr yeyəcəyik, hər şeyi əvvəlcədən almışdıq və indi gördüyünüz kimi özümüz üçün salat düzəldirik ki, bişirdiyimiz kebablarla və gözəl bir dənə buğlama bişirmişdik və onları hamısını bişirib stola qoyub birlikdə yığışıb artıq şam yeməyini birlikdə yeyəcəyik. Və hal-hazırda gördüyünüz kimi biz kebab üçün hər şeyi yuruq, təmizləyirik və kebab hazırlığına başlayırıq. Kebab işlərinə həmişəki kimi bacım baxır, amma buğlamanı biz gələnəcən o bir dənə bizimlə istirahət eləyən xanım bişirdi və o da çox gözəl bişirmişdi onu, çox xoşuma gəldi. Ümumiyyətlə mən sousları, buğlamanı, belə şeyləri çox xoşlayıram, daha çox xoşlayıram nəinki kebab. Burada belə balaca bir sakin də var idi, gəlib bizim ayaqlarımızı eləyirdi, bizimlə tanış olurdu, çünki insan çox odu vərdiş deyildi belə bir şeyə. Burada isə bu dediyim buğlamadımı, sousdumu hazırdır və yeyirik. Yeyəndən sonra qızlardan biri Nərminə, daha doğrusu özü istədi ki, qabları yusun. Dedim ki, mən yum, o dedi, yox, mən. Beləliklə Nərminə xanım qablarımızı da yudu. Əslində burada o qədər bir şey yox idi. Cəmi 8 nəfər idik və
Bunları dayandan sonra başladıq. Özümüz üçün axşam-axşam oturub biraz sevinçlə çıtladıq, biraz çimdik baseyndə və hər kəs istədiyi kimi istirahət elədik, dedik, güldük. Hərdən belə yığışmaq çox yaxşı təsir edir. Ümumiyyətlə biraz yığışmaq lazımdır, istirahət eləmək lazımdır. Kimin nəyə gücü çatır, necə gücü çatır, amma mütləq istirahət bizə biraz baxın. Ümumiyyətlə insan biraz istirahət eləyəndən sonra daha belə təzə güclə, təzə elə bil ki, ikinci nəfəslə belə deyim, davam etməyə, həyatına, işinə davam etməyə güc tapır. Məndən bugünlük bu qədər. Sona qədər mənimlə qaldığınız və bu videonu izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Əgər bu video sizin üçün maraqlı oldusa, şərhlərdə mütləq yazın. Siz təmizliyi necə edirsiniz, necə dincəlirsiniz və gündəlik ev işlərinin öhdəsindən necə gəlirsiniz? Mənə də çox maraqlıdır. Hələ də kanalıma abunə olmamısınızsa, yeni videolarımı qaçırmamaq üçün abunə olmağı unutmayın. Özünüzə çox yaxşı baxın. Növbəti görüşlərə qədər.